Hansı ki, bu əməlləri Qarabağda boyunlarına xaç asıb Bibliyaya inananlar çox məharətlə yerinə yetirir. Hamilə qadınlarının qarnı yarılacaq. Düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin. Çünki Davud bilirdi, insan səhv edə bilər. Amma Allah, bizim Rəbbimiz İsa Məsih heç saçan səhv etməz. Muhammed Resulullah. Bismillahirrahmanirrahim. Uca Allah bu gözəl kainatı yaradaraq dəqiq nizam-intizam qoymuşdur. Bu kainatda da biz insanları bir çox canlılardan üstün edərək bizim üçün də nizam-intizam qoyması üçün, insanların doğru yolda olması üçün yer üzündə olan hər qövmə peyğəmbərlər və o peyğəmbərlərlə də kitablar göndərmişdir. Əvvəlki ümmətlər peyğəmbərlərini qətl edərək kitabları da təhrif etdilər. Lakin qiyamətin yaxınlaşdığı üçün Uca Allah yalnız bir ümmətə deyil, yer üzündə qiyamətə qədər olacaq bütün bəşəriyyətə son peyğəmbər və bu son peyğəmbərlə də təhrif olunmaz son kitabı, müqəddəs Quran-ı Kərimi göndərmişdir. Right. So the first thing I'll say is that's one of the reasons that I've had trouble with traditional Christianity is because of the changes that scribes have made in the text. But it's not the only thing. Another issue is the internal discrepancies that you find within the New Testament and within the Bible, and I do know that the Quran has been faithfully transmitted over the centuries, and for some reason Christians decided not to transmit their book as faithfully. But what I would say is that they certainly could have if they wanted to. There's not really not a lot to be done with the Quran because I mean so many of these manuscripts are just the same. So there's not a lot of scholarship to do because I mean with the New Testament though you have all these thousands of manuscripts that are all different from each other. Əlbəttə ki, bu Quran-ı Kərimin içində əsasən hidayət və doğru yol vardır. Lakin gələcəkdə elmin inkişafını və insanların da bəzilərinin əxlaqa deyil, elmə üstünlük verəcəyini bilən Rəbbimiz Quran-ı Kərimdə elmi qabaqlayan yüzlərlə ayələr nazil etmişdir. Le Coran, c'est magnifique. Enfin, je ne sais pas comment un homme a pu faire des beaux textes pareils. En plus, tous ces textes ont des significations profondes. Il n'y a pas une erreur. Il y a des gens, des médecins, des scientifiques qui ont fait des erreurs, des recherches sur ces livres saints. Ils trouvent des erreurs dans la Torah, ils trouvent des erreurs dans la Bible, et ils n'en trouvent pas dans le Coran. Rien. Il n'y a rien qui est mauvais. Même il y a des images qui sont reprises, qui correspondent pratiquement à la meilleure définition. Bu kimi mövzuları sübutları ilə görmək istəyənlər quranmöcüzələri.az saytına baxa bilərlər. Əlbəttə ki, 7-ci əsrdə deyilməsi və iddia edilməsi mümkün olmayan, elmi müxtəlif sahələrində qabaqlayan kitab sübutdur ki, yalnız Uca Allah tərəfindən deyilə bilər. For this reason, the descriptions of the human embryo in the Quran cannot be based on scientific knowledge in the 7th century. The only reasonable conclusion is that these descriptions were revealed to Muhammad from God. Əlimizdə tutduğumuz bu kitabı təsəvvür eləyin. İnsanlar bilmir ki, bu nədir. Üstünə müqəddəs kitab yazılan bir kitab var Azərbaycan dilində. Kitab-ı müqəddəs dediyimiz, müqəddəs kitab deyilən bu gündən Tövratdır. Elşad Mirinin müqəddəs saymadığı müqəddəs Quran-ı Kərim bizə qeyri-müsəlmanlara da yaxşılıq etməyi, onlarla ədalətli davranmağı əmr etmişdir. Uca Allah buyurur: "La yenhaakumullahu anillezine lem yuqatilukum fid-din ve lem yukhrijukum min diyarikum en teberruhum ve tuqsitu ileyhim. İnnallaha yuhibbul muqsitin." Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətli rəftar etməyi sizə qadağan etmir. Allah ədalətli olanları sevir. İnnəmə yenhaakumullahu anillezine qatalukum fid-din və axrajukum min diyarikum və zaharu ala ixracikum en tevalluhum və men yetevallahum feulaike humuz zalimun. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər əsl zalimlardır. Həmçinin ölkəmizin də siyasəti buna çağırır.
Lakin şəbəkələrdə ölkəmizin müxtəlif bölgələrində pulsuz Bibliya və ya İncil paylayanlar var ki, Qurana dil uzadırlar, Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və aleyhi və səlləm təhqir edirlər. Heç görmüsünüzmü ki, bir müsəlman İsa Peyğəmbəri söyüb təhqir etsin, yaxud İncili yandırsın? Bəs sizlərin bəziləri niyə bu iyrənc əməlləri edirlər? Hətta orqanları da adını söz azadlığı qoyub bu kəsləri qoruyurlar. Söz azadlığı tanıyırıq deyən o ölkələrdə elə sözlər var və qırmızı xətlər var ki, onu işlədənə ağır cəzalar verilir. Amma İslama qarşı edilən yaraşmaz hərəkətlərə göz yumurlar və söz azadlığıdır deyirlər. Heç görmüsünüzmü ki, hansısa müsəlman ölkəsi gizli və ya aşkarda mərkəz yaradıb başqa dində olanlar arasında çaxnaşma salmaq, parçalamaq metodlarını öyrətsin? Xeyr. Allaha şükür, bizim öz kamil dinimiz, Quranımız öz sözünü deyir və qiyamətə qədər də deyəcəkdir. Ona görə də nə qədər insan İslamın gözəlliyini görüb İslamı qəbul edir. Özü də, əksəriyyəti də xanımlardır. Halbuki bəziləri deyir ki, İslam qadınlara haqq vermir. Əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. The way growing up, like, I was just something in my heart always telling me, you know, there's more to life than, you know, working, sleep, eat. Like, I always had a purpose in my life, and I was always searching for answers that I could never ever get from anyone. And just growing up, like, you go to school, you go to college, you go to work, and everyone's around you, like, they don't know why they're here. They don't know, you know. They just think they're here to live and then they die and that's it. And that's what, you know, everyone around me was, you know, the same thing really. Allah. La ilahe illallah Muhammedur Resulullah. وأشهد أن يسوع رسول الله. Что Мухаммад Расулуллах, посланник Аллаха и раб Аллаха. لك الحمد يا رباه أن قد هديتني، هو الحب يا الله في داخلي يسري. أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. أشهد أن لا إله إلا الله محمد رسول الله. وأشهد أن محمد رسول الله. تكبير. Okay. أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله. وأشهد أن محمد عبده. وأشهد أن محمدا عبده ورسوله. وأشهد أن محمدا Yüce Allahın izni ilə bütün dinlərin, o cümlədən də ateizmin qadına verdiyi haqla İslamın qadına verdiyi haqdan danışacağam. Qoy bilməyənlər də bilsin ki, hansı dindir qadını haqq tanıyan və ya qadını əzən. Ölkəmizdə xristianlıq yaymaqla məşğul olan bəzi kəslər dinlərini elə göstərirlər ki, güya sülhə çağırırlar. Üzünə şillə vurana o biri üzünü göstər deyirlər.
Amma nədənsə biz bunları nə yaxın Xocalıda, nə də uzaq səlib yürüşlərində görmədik. Həmin o özlərini sülhsevər göstərənlərə İncildən bəzi statlar oxuyacağam, qoy xalqımız da bunlardan məlumatlı olsun. Əlbəttə ki, dinimiz yolunda haqqı deməkdən heç kəs çəkinməli deyil. Düzdür, bəzi qüvvələr var ki, bu cür şeyləri üzə çıxartmağı istəmirlər. Çıxaranın ya yeməyinə zəhər qatır, ya da gözdən salmaq üçün şantaj videosu düzüb qoşurlar. Lakin Allah üçün haqqı deməkdə bütün bunlar haqq deyəni qorxutmamalıdır. Çünki hər bir müsəlman bu fani dünyanı deyil, əsasən axirətini qazanmaq üçün çalışmalıdır. Uca Allah buyurur: وَابْتَغِ فِي مَا آتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللّٰهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ İnna Allaha la yuhibbul mufsidin. Allahın sənə verdiyindən özünə axirət qazanmağa səy et. Dünyadakı payını da unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə fəsad törətməyə səy etmə. Həqiqətən Allah fitnə fəsad törədənləri sevməz. Bibliyanın 1-ci hissəsində olan qadını öldür, qocanı öldür, hamilə qadının qarnını yarıb körpəsini öldür deyən mətnlər də başqa mövzudur. Hansı ki, bu əməlləri Qarabağda boyunlarına xaç asıb Bibliyaya inananlar çox məharətlə yerinə yetirdilər. Qocanı, cavanı, ərə getməmiş qız uşağını, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Yezekal 9-un 6-cısı. Samariya günahının cəzasını çəkəcək. Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq. Balaları yerə çırpınıb uşaqlar parçalanacaq. Hamilə qadınlarının qarnı yarılacaq. Huşə 13-ün 16-sı. Onların gözləri önündə körpələri parça-parça ediləcək. Evləri talan ediləcək. Arvadlarının namusuna toxunulacaq. Yeşaya 13-ün 15-16-cısı. Mən indi Bibliyanın ikinci hissəsi olan Əhd-i Cədiddə, yəni İncildə olan bəzi mətnləri oxuyum, əziz izləyicilər də dinləsinlər. Ölkəmizdə həmin bu pulsuz paylanan İncil kitabında olan bəzi statları oxuyacağam. Deməli, deyilir ki, əgər bir kimsə yanınıza gəlib bu təlimi gətirməzsə, onu evə buraxmayın və ona salam verməyin. Həmçinin İncilin digər mətnində güya İsa Peyğəmbər deyir ki, elə düşünürsünüz ki, mən dünyaya sülh gətirməyə gəlmişəm. Yox, deyirəm sizə, əksinə ayrılıq gətirməyə gəlmişəm. Həmçinin digər yerdə güya İsa Peyğəmbər deyir ki, fikirləşməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. Çünki mən oğulu atadan, qızı anadan və gəlini qaynanadan ayırmağa gəlmişəm. İncilin digər yerində güya İsa Peyğəmbər deyir ki, mənim üzərlərində hökmdar olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin. Həmçinin İncilin digər yerində belə deyilir. O zaman İsa onlara dedi, indi isə kisəsi olan onu götürsün və çanta da götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. Əhd-i Qədimdən də yalnız qadınlar haqda bir mətn oxumaq istəyirəm. Buna da cavab versinlər, görək ki, bir ata öz qızını başqasına qul kimi necə sata bilər? Bibliyanın Əhd-i Qədim bölməsində deyilir, bir adam qızını qarabaş, yəni qul. Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın. Hələlik bu qədər, uca Allaha əmanət qalın.